artıq navbar hissəni gətirdi, amma lokal switch məntiqi qalırdı. İndi isə o hissəni düzəltmiş olaq. Yenə də burada müəyyən məsələlərlə qarşılaşacağıq. Hansı ki, hal-hazırda bizim bu Lang switcher komponentimiz nədir? Server komponentdir, amma burada diqqət edirsə use effect istifadə olunubdur. Əgər use effect və yaxud da use ref və yaxud da use state bunlar istifadə olunubsa, bunların hamısını bir-bir əldə etmək məcburiyyətindəyik. Navigation path name yenə də nə etmiş olacaq? Burada dəyişmiş olacaq. Hələ ki o hissəni saxlayırıq. Amma məqsəd burada odur ki, əgər biz bunları istifadə ediriksə, biz bura mütləq şəkildə use client vermək məcburiyyətindəyik ki, nə etsin? React-dan olan hooklar da burada işləyə bilsin. Bunu verəndən sonra burada baxırıq, əslində yenə də bizim iconlarımız var. Bu iconları da yükləmiş olacağıq. Sonra da belə deyək ki, animasiyalar üçün Framer Motion istifadə olunubdur. Bunu daha doğrusu yenə də dəqiqləşdirək, amma çox güman ki, bəli, burada baxın Motion istifadə olunubdur, Motion React. Gəlin bunu da nə edək? Layihəmizə install eləmiş olaq ki, bu da bizim üçün bir problem yaratmasın. Elə buradan əslində bunu da götürə bilərik. Gəlin biz burada deyək ki, bu hissədə bunu saxlamayaq. Bunu saxlamağa ehtiyac yoxdur. Yenisini düzəldək. Mən də bu default olaraq qayıdır. Bunu qaytaraq MVM 122 eləyək və yarn add deyək. Motion'ı da bura Motion React deyə bilərik əslində. Motion React yükləsin, amma gördük ki, bunu tapa bilməyəcək. Motion'ı yükləməliyik ki, özümüz oradan React-ı onun içərisindən çağırmış olaq. Yəni default olaraq Motion yükləyirik və onun içərisindən React-ı nə edəcəyik? Çağırmış olacaq. Burada importumuzu da buradan götürmüş olaq. Hal-hazırda importumuz bu qaydada olmalıdır. Bu use client'ımız da bundan aşağıda ola bilməz. Bunu qoyuruq bura. Bunu Ctrl X edirik və bunu aparırıq, qoyuruq hara? Ən yuxarıya, bu hissəyə. Burada bunlar da əlavə olundu artıq. Belə deyək ki, bu dil məntiqini təbii ki, biz Next-Intel istifadə edəcəyik, oradan gətirəcəyik. Amma hal-hazırda bizə bir problem yaratmasın deyə biz nə edirik? Bunu buradan götürürük və gətiririk, qoyuruq. Yenə də bu hissədə default static datamız dayanmış olsun. Və baxırıq ki, bütün bu install məsələləri qutardı. Qaldı burada use navigate ilə use location path name məsələsi. Baxın görə bunu nəyə görə eləyibdir? Burada bir dənə to r o ərəbcəyə görə yəqin ki, bunu düzəldibdir. Amma biz baxmalıyıq ki, bu nədir? Burada baxdıq əslində, gördük ki, ərəbcə üçün belə bir dənə bir məntiq yazıb, amma bu bizə lazım olmayacaq. Çünki biz bunu next location məntiqi ilə, daha doğrusu next intel ilə idarə edəcəyik. Ona görə də bu bizə lazım olmayacaq. Əslində bu handle select məntiqi də bizdə dəyişəcək, amma hələ ki sadəcə bu şəkildə qalsın. Ona görə də bu ikisinə də ehtiyac qalmır. Əgər ehtiyac qaldığı halda yenə də bu path name, use path name olmalı idi. Use navigation içindəki navigate isə next-dəki qarşılığı use router-dır və bunun içərisində ürəyimiz istədiyimiz kimi push eləyə bilirik, replace eləyə bilirik və bunları dəyişdirə bilirik. Amma buna ehtiyac yoxdur. Hal-hazırda bunları silirik və gəlirik bu hissədə header-ımızda nə edirik? Bunu kommentdən çıxardırıq. Təbii ki, bunu həm də nə etmək lazımdır? Import eləmək lazımdır. Importunu da eləyirik və layihəmizə qayıdıb baxırıq. Görürük ki, həqiqətən bu hissədə bizdə nə etmiş oldu? Gəlmiş oldu ki, bunların bütün dinamikliyini də bu videolarda, yəni növbəti videolarımızda nə edəcəyik? Çəkmiş olacaq. Header-ın desktopu ilə bağlı işimiz qutardı. Birinci təbii ki, desktop tərəflərini ya da gəlin elə bunun mobil tərəflərini də yaza-yaza bir yerdə işləyək, amma növbəti videolarımızda.